Yani insan her gittiği yerden bir şey öğrenir kızım. Ama eğer sənətkardırsa, kaliteli adamdırsa gittiği yer kazanır. Bugünkü qonağımız böyük bir teatr irsinin varisi, həmçinin ustad rejissor, pedaqoq Cahangir Novruzovdur. Bugün həm vətənə xoş gəlmisiniz, həm də bizim ofisimizə xoş gəlmisiniz demək istəyirik. İlk sualım elə gəlişinizlə bağlıdır. Bilirsiniz ki, qürbətdə yaşayan bir insan üçün çətindir təbii ki və Bakıya hər gəlişinizdə təyyarədən enəndə, şəhəri ilk dəfə görəndə hansı hissləri keçirirsiniz? Bakı sizə hansı şeyi xatırladır, duyğunu? Duyğu. Elə qarmaşıq duyğuları var ki, Bakıya gəldiyim zaman. Bir insan 30 ildən yuxarı öz sevdiyi şəhərindən kənar qalmışsa, necə duyğular olur? Evim, eşiyim, valideynlərimin məzarları burada, dostlarım burada. Yəni, çox gözəl duyğular yaşayıram. Həm özləm var, həm şəhərin gözəlliyini görürəm. Hər dəfə gəldiyində şəhər dəyişir, gözəlləşir. Amma içəri girdiyim zaman bir də görürsən ki, Bakıda, Azərbaycanda deməyim, çünki Azərbaycanın hər zaman hər yanına gəzmirəm, haqsızlıq olar, amma Bakıya gəldiyimdə ümumi bir problem var dünyada. Bizim əlimizdə tutduğumuz texnoloji yeniliklər, o gadgetlar deyirlər, insanları gerçəklikdən, reallıqdan qopardır. Və mən bunun problemin nə olduğunun üzərində işləyirəm. Çünki teatr adamısan, bunu bilmək lazımdır. Nə ilə mübarizə aparacağını bilmək lazımdır. O sənin tamaşaçını oradan alır və diqqətini pozur. O bir başqa problemdir. Amma onun sayəsində, yəni, Azərbaycanda, Bakıda, məsəl üçün, insanların dünya görüşü həm çox bilir deyə düşünür, amma çox şəkil görmək, çox bilmək deyil. Çox şeydən xəbəri var, başqadır, bilmək başqadır. Bilmək hər zaman demişəm, ağır kəlmədir. Bilirəm sözünün arxasında gerək 100% deyənəsən. Sənin üçün qaranlıq sual olmamalıdır. Ona görə də xəbərləri var o insanların, amma bilgisi yox. Bu anlamda biraz baxıram, içəri daldıqdan sonra görürəm ki, biraz mənəvi mühit, necə deyim sizə, elə bilən su qatılıb. Rəngi durur gibi, amma açıqdır rəngi artıq. Belə şeylər görürəm. Məsəl üçün, gənclərdə, oxuyan gəncləri demirəm. Bu dünya kitab oxuyanların, əlində kitab tutanların, telefon tutanlarındır. Ona görə də çoxsunun əlində telefon görürəm və söhbət elədiyim zaman yəni sizə sözüm olmasın, siz yaşlı olan gənclər planlarla üzbəüz gəlirəm. Bəzən məsləyinin etik normalarını bilməyən insanlarla qarşılaşırım. Mənə üzür. Üzür çünki bu şəhər mənim şəhərimdir. Onun yaxşısı da mənimdir, yamanı da mənimdir. Ona görə də çox qarmaşıq hisslər yaşayıram. Amma hər gələndə şəhərin gözəlliyinə heyran oluram, yeni bir şey də olur. Mən istərdim ki, o gözəlliyin, cismi gözəlliyin yanında mənəvi, ruhun gözəlliyinin də inkişaf elədiyini görüm. Söylü, mahal kızı güvezenli. Yazarsan mı qağa? Mən rəisəm, ağa deyiləm. Adınız, familiyanız? Sana məktəbdə öyrədiblər qələm tutmağı ya sirkdə? Vətəndaş, özünüzü təqdim eləyin. Xalq. Necə yəni xalq? Xalqdan ha? Narod. Vətəndaş,
Bura məsuliyyətsiz, axmaq zarafatların yeri deyil. Necə yəni xalq? Elə də olar? Növbəti sualım isə sizin gedişinizlə bağlıdır. Gəlişiniz barəsində danışdınız. Bakıdan gedəndə çamadanınızda geyimdən yanaşı bir inciklik, bir niskil apardınızmı özünüzlə və illər sonra Yəni, o zaman mı? bəli, o zaman. Ya, o zaman elə bir şey demək olmaz, niskillik falan böyle bir şey yoktur her zaman. İnsanlar düşünür ki biri gedəndə inciyib gedir. Mən niyə inciməliyim? 90-cı illərdə ekonomik vəziyyət bəlli idi. Teatrların vəziyyəti bəlli idi. Hə, bir şey deyə bilərəm parantez içərisində ki, bu bir heyif ki bu bir qanun şəklinə oturmuşdur. Bütün dünyada deyərdim, amma mədəniyyətini düşünən xalqlar, toplulular biraz fərqli yaxınlaşır buna. Amma hər şeyə rəğmən bir bəla gəlində, bir sel gəldiyində, bir şey gəldiyində binanın vitrinlərini, pəncərələrini qırar, yuyub aparar. Ha, daha da güclü olduğu binanın özünü də yuyub aparır. İncəsənət nə qədər dərinə işləmişsə, bir o qədər də bir millətin vitrinidir. Ona görə də bəla gəldiyində ekonomik olur, müharibə olur, filan olur. Çarəsiz qalan həmişə sənət adamlarıdır. Onlar fırça tutar, qələm tutar, silah tutmaz. Ona görə də zərər incəsənətə deyir. Məsəl üçün, onu qorumaq lazım. Necə? Deyə bilirəm. Məsəl üçün, bunun böyük, gözəl bir örneği var. İkinci Dünya müharibəsi zamanı Sovet İttifaqında artıq Almanlar Moskvaya yaxınlaşırdı. Dövlət əmri ilə bütün strateji müəssisələr məmləkətin dərinliyinə köçürülsün deyə əmr gəlmişdi. Yəni fabriklərdir, zavodlardır, müəssisələrdir, çox stratejik müharibəyə qulluq edə biləcək şeylər. Onunla yanaşı muzeylər, əsərlər və çox maraqlıdır ki, Sovet İttifaqının mənəvi mirası olan, qorunması gerəkən bir Moskva Bədai Teatrı, MXAT deyirlər. Onun bütün kollektivi ilə o da köçürüldü və onları Gürcüstana köçürdülər. Yani teatrı korumaq adına, çünkü o bir mirastır. Onun miras olması için de əvvəldən ona miras kimi baxıblar, ona göre onu miras kimi götürürlər. Yani Stanislavski 38-ci ildə rəhmətə getmişdi ve onun bütün bilgisi, bütün tiyatr estetikası, bütün tiyatr fəlsəfəsi onun tələbələrindeydi. 3 il idi rəhmətə getmişdi ve onun Gürcüstana daşınması Gürcü tiyatrının bugün her şeye rağmen çok güçlü olduğunu sübut edir. Yani bir miras korunduğunda en azından onun toxumları bir yerde kalır. Ona göre de yani belə bir vəziyyətdə Azərbaycanın vəziyyəti. Azərbaycanın üzerine bir de ki her şey ona karşı idi. İlk Sovet İttifaqından ayrılan da Azərbaycan idi. Müstəqilliyini qorumaq istəyən də Azərbaycan idi. Ona görə də daşlar, dəyənəklər ona dəyirdi. İncidirdilər, imkan vermədilər. Amma Azərbaycan xalqı həm o zaman, həm də 44 günlük müharibədə sübut elədi ki, bizi yenmək, öldürə bilərsiniz, amma məğlub edə bilməzsiniz. Azərbaycan xalqı ayağa qalxa bilən xalqdır. Öz kimliyini çox yaxşı bilən xalqdır. Millətdir. Çünki kökən olaraq türkük. Və bu türklüyümüzlə də ki, çox maraqlı bir şeydir. Türklük bütün dinlərdən keçmiş. Ta gök təngrisindən başlayaraq şamanizmdən xristiyanlığa qədər gəlmiş. Musəvilikdən də keçmişik biz. Ona görə də bütün dinlərə çox tolerant bir
münasibətimiz var. Azərbaycanın siyasəti də tolerant bir siyasətdir. Ona görə bütün millətlərdən, bütün konfessiyalardan, dini şeylərdən, mənsubiyyətlərindən olan insanlar burada özünü öz ölkələrində, öz vətənlərində hiss edirlər. Və doğrudan da elədir. Göstərməçilik deyil. Mən də ekonomik vəziyyət ağır idi. Nəsibə xanım xəstə idi. Mənim də bir xasiyyətim var. Əl açıb, dil açıb heç kimdən heç bir şey istəmərəm. Neyim var? Biliyim var, bacarığım var. 11 illik teatr savadım var. Doğduğum bir yer teatr olduğu için bütün ne varsa hamısından xəbərim var. Hətta biraz cəsarət edib bilirəm də deyə bilərəm. Ona görə də o biliyimi sundum, qəbul elədilər və peşman deyirlər. Mən 72 yaşım olacaq. Türkiyədə 65 yaşından əməkliliyə ayrılırlar. Məni hələ göndərmək istəmirlər. O gün də rektorla görüşdük. Dedim ki, mən bir istəyirəm. Yavaş-yavaş düşünün. Dedi, biz sizi buraxmayacaq. Yəni, işləyir yəni. Xoşbəxt insanlar da həqiqətən. Biz də olsaq sizi buraxmazıq Teşekkür deyə ederim. düşünürəm. Ama bu günler... Ağabeyler! Baba siz ne ayırırsınız? Aynında paltarımın cırılan yerini tiktirende gerek evvelce ağzıma ya bir çöp ve yahut bir tahta parçası koyasan. Eğer tapılmasa bir sümüğü de beseyler. Bildin? İndi tik. Neşedir, neşedir, neşedir. Bu saat, geldi, geldi. Reis her ayının Nəsibə xanımla danışdınız. İlk vaxtlar sizə hər kəs Nəsibə Zeynalovanın oğlu kimi tanıyırdı. İndi də elə tanıyırlar. Yaradıcılığınız- İnsanların beyni değişmez. Bəli. Ama Beyni. siz bir sənətkarsınız. Tabii bir şey söyleyeyim size. Sözünüzü kestim. Buyurun. Mən burada məsəl üçün müraciət edərdim Azərbaycan xalqıma ki, başqalarına oxşamasınlar. Bizim xalqın, özəlliklə bir çox xalqların xasiyyəti budur və o xasiyyətində istifadə edirlər bəlli güclər. Yəni təxminlərlə, varsayımlarla düşünməsinlər. İnsan bir kəlmə, bir sözü deyər, ikinci dəfə təkrar edərsə, üçüncü dəfəyə lazım deyil. Dediyi yalan mı, doğru mu, nədirsə ona inanır. Ona görə də danışanda, söyləyəndə bir ağzından çıxanı qulağını eşitsin gerək. Sən özünü aldadırsan yoxsa. Ona görə də bizimkilər hələ də elə bilirlər. Daha da bir şey bilmirlər ki, əgər mən məsəl üçün Nəsibə xanıma layiq olmasaydı, mənə heç yadda saxlamazdılar. Siz kimsiz deyə bildim. Bir çox, məsəl üçün, yaxşı sənətkarın, böyük sənətkarın evlatları var, amma sənətdə deyirlər. Onları tanımırlar ki. Amma çox qəribə bir düşüncə tərzidir. Bəli. İndi sualınızı devam edir, əgər icazə verilirsə. Sualımın davamı olaraq demək istəyirəm ki, bəs öz kimliyinizi sübut eləmək üçün, mən Cahangirəm demək üçün kimlərlə mübarizə aparmalı oldunuz? Heç kimlə mübarizə aparmalı. Çünki Mən sadəcə işimi gördüm qızım. bəli. Mən işimi gördüm. Nəyi doğru bilmişəmsə, nə öyrənmişəmsə, nə üçün Bakı mənim üçün nə qədər, nədən az olub? Mən Mehdi müəllimin tələbəsi olmuşam. Mehdi Məmmədovun tələbəsi olmuşam. Mehdi Məmmədov dərin bilgilərə sahib, fəlsəfi bir şəkildə düşünən bir metr idi, bir ustad idi. Ona rəğmən Azərbaycan İncəsənət Universitetinin o zamanki müəllimləri ki, mən rahatlıqla Ədir İskəndərovun sinifinə girib baxa bilərdim. Təhmazipin sınıfına girib baxa bilərdim. Bir çox orada sənətkarlar vardı. Və biz imtahan verdiyimiz zaman adını çəkdiyim böyük sənətkarlar imtahan alırdı. İmtahanlarımıza giderdi. Bizi imtahan edən komissiyanın üzvləri idi.
Ona rağmen ben anladım ki aldığım bilgi yeterli değil. Bu kuyu daha derin kuyudur. Onun saf suyu dibindedir. Ona göre de Moskvaya Anatoliy Vasilievich Efres'in yanında oxumağa, çalışmağa gittim. Onun asistenti oldum. O Sovet İttifaqının Mədəniyyət Nazirliyinin mədəniyyət işçilərinin inkişaf ettirme enstitüsü vardı. Onları geliştirme enstitüsü vardı. Orada daxil oldum. 2 yıl, 2 yıl yarım orada okudum ben. Hatta Nora Petrovna Kutetaladze orada bizim şeyimiz idi, necə deyim sizə, rəhbərimiz idi. Mənə təkidlə dedi ki, Cahangir, bir ildə qal, dissertasiyanı müdafiə edə, çünki sən yaxşı gedirsən. Dedim, Nora Petrovna, mən universitetdə dərs demək, kariyer eləmək düşüncəsində deyiləm. Amma səhnəyə çıxacağım mən. Mən bir ildə burada oxusam, bir il itirərəm, çünki fikirlərim var, tamaşaları var falan var. Ona görə gəldim Şəki teatrına, oranın baş rejissoru oldum Şəki teatrda. Mənim yaşadığım, böyüdüyüm və bir yerdə oxuduğum uşaqlardan, mənim tələbə yoldaşlarımdan qurulmuş bir teatr idi. Ona görə mən özümü orada yabancı hiss etmirdim. Ona görə orada da devam etdim. Amma Moskvada qalıb bir ildə oxusaydım, mən doçentlik səviyyəsində qalxacaqdım, doktor olacaqdım. Yəni, mənə lazım deyil, amma həyat məni məcbur elədi. Universitetdə dərs dedim və bir şey anladım ki, doğrudan da rejissorluğa olan meylim, rejissorluğun içərisində pedaqoqluq olduğu üçün çox böyük gücü vardı. Ona görə də mən rejissor, pedaqoq olarak, daha ağırlıklı olarak, müəllim olarak devam ettirdim. Çünki mən özümü Azərbaycan üçün hazırlayırdım. Mənim dostlarım, sənət dostlarım məndən inciməsin. Bugün məsəl üçün Azərbaycan İncəsənət Universitetinin teatr bölümündən verilən bilgilərin böyük bir kısmı, hamısını demirəm, böyük bir kısmı yeterli değil. Bugünkü teatrın inkişafında, bugünkü teatra yaxınlaşmanın texnologiyasında, özellikle rejissorluqda falan da tam yeterli değil. Mən onun açığı ilə oturub oranın müəllimləri ilə qarşı-qarşıya gəlib onu sübut edirlər. Anlayıram. Növbəti sualım sizin müsahibələrinizdə vurğuladığınız maraqlı bir xatirə ilə bağlıdır. Məşqlərə gecikdiyi üçün ananız Nəsibə xanımı məşqə buraxmamısınız və Onun tərbiyəsidir. Bəli. Onun tərbiyəsidir, çünki Nəsibə xanım çox disiplinli bir insan idi. Mən tamaşa hazırlayırdım. İndi evdən, deməli, bir aktyor ananın evladı gərək rejissor olaraq olmayasan. Çünki evi Nəsibə xanım o günü teatra daşımışdı. 15-20 dəqiqə gec qaldı. Mən də başqa parçanı məşq elədim. Gələndə də, buraxmamısan, dedim ki, Nəsibə xanım, biz artıq başqa parça ilə, siz istəyirsiniz, o sizin parçanı işləməyəcəyim. Yəni, başqa parça artıq yoldaşlar səhnədədir. O evə gəldi, sən de bu cəsarəti haradan tapmısan? Dedim, səndən. Sən dedim, mən gördüyüm zamandan bəri heç kimin məşqinə gec qalmamısan. Həmişə orkestrdən qabağa gəlmisən. İndi gəlmisən aşağıda, truppa müdürünün otağında oturub öz aktyor yoldaşlarından zarafat edirdi. Əgər orada ciddi bir şey olmuş olsaydı, mən səni gözlərdim. Sən orada söhbət edirdin. Mən dedim, söhbət eləyəsi adam deyiləm. Mən də Nəsibə xanımın oğluyam dedim onu. Məni gözlətdirə bilməzsən. İkinci də mən rejissoram. Tərbiyəni də buradan almışam. Sən də tərbiyəni atonun ruhundan almışsan. Burada ortalığı pozan kimdir? Mənəm sən. Heç nə demədi. Bir həftə danışmadım mənə. Amma sonra danışdı. Çünki haqlıydım. Teatr efir bir şeydir. Birçok insanlar bugün tiyatrın mahiyetini anlamadığı için
Onda belə yuxarıdan aşağı baxırlar ki, özləri çox aşağıdadır. Teatrı bilirsiniz, mən bir sözüm var. Mən demişəm ki, tələbələrimə demişəm ki, teatr bir məbəddir. Bu sadəcə söz deyil. Sən yalanların məbədidir. Ən kutsal, ən məsum yalan teatrda söylənilir. Sən 1000 dənə həyat yaşaya bilərsən. O 1000 dənə həyatın tacını çıxardıb qrim otağından çıxdığın zaman sən sadə aktyorsan. Əgər bayırda səni 5 nəfər, 10 nəfər, 20 nəfər adam tamaşadan sonra gözləyirsə, sən öz sənətinin krallıq taxtına oturmaq üzrəsən. Çox önəmli bir şey. Amma oradan çıxıb gedirsənsə, səni görmürlərsə, efirdə yox olub gedirsən. Sənətimiz yalan üzərinə qurulub. Amma kutsal yalan. Biz o yalanı insanların tərbiyə olunması üçün işlədirik. Bir başqa zamanda uşaqlarıma demişəm ki, teatr yalanın həqiqət uğruna kullanıldığı bir məkandır. Və səhnədə o yalanın infaz ediləcək sunaq yeridir yani. Yalan səhnədə ifşa olunur və infaz edilir. Bütün oyunların mənası buraya gəlir. Yaxşı ilə yaman mübarizədədir. Səhnədə də daha çox bir şəkildə bu fabula ortaya çıxır. Ona görə də teatr bir başqa yerdir. Ona münasibət başqa cür olmalıdır. Bəli. Siz danışdıqca mən də öz baxdığım tamaşaları xatırladım, aktyorlara necə belə heyranlıqla baxdığımı tamaşa müddətində. Həqiqətən də çox müqəddəs olduğunu mən də düşünürəm. Sualım mənim deyək ki, belə bir sual yarandı ki, tamaşa bitir, aktyor öz qrimlərini təmizləyir, amma onun ruhunda həmin yaratdığı obrazın izləri yəqin ki qalır. Bəs aktyor özünü bu peşəkar deformasiyadan necə qorumalıdır? Bunu heç kim bilmir ki. Hər kəsin bir öz üsulu var. Hər kəsin öz bir yaxınlaşması var. Tamaşadan özellikle karakterin derinliğine ve tamaşanın keyfiyetine o bağlı olarak, tamaşaçının keyfiyetine bağlı olarak her gün her keyfiyetli, ben o anlamda demek istemiyorum, yani incitmek istemiyorum ama her tamaşaçı kütlesi o 500 nəfəri, 600 nəfərlik salona dolan hər tamaşaçı birdən-birə bir şəxsiyyətə dönür. Bir nəfər üçün oynayırsan kimi olur. Onun da ağırlığı, onun təsiri hər zaman fərqli olur. Ona görə də teatr zaten yaşayan bir orqanizmadır. Yani eyni tamaşanı hər gün oynasan da dünənki tamaşa bugünkü kimi, bugünkü tamaşa sabahki kimi olmayacaq. Eyni sözlərdir, eyni mizanlardır, eyni münasibətlərdir, amma hal əhvalı başqa olur. O haldan, o mənəvi daşıdığın yükü yerə hər zaman birdən qoya bilmirsən. Mənim zamanım olub ki, misal üçün tamaşadan gəlmişim, özəlliklə yadıma düşür, şəkildə Ezop tamaşası vardı, özüm səhnələmişdim. Baş rollərdən birində Ksanfı mən oynayırdım. Evə gəldikdən sonra saat 11'in yarısı falan tamaşa tutarırdı. Oradan teatrdan çıxırdı. Evə gələnə qədər 11 olurdu. Ən tez yatdığım saat 1'e işləmiş 1'in yarısı oldu. Gecə saat 2'ye qədər yata bilmirsən. Televizyona baxırsan, ona baxırsan, bir şey kitaba baxırsan, içinin ritmi dəyişir. Ona görə də onu hər bir aktör başqa cür söndürür. Yəni. O
Biraz çox belə kuytu bir şeydi, gizli bir şeydi, məhrəm bir şeydi. Hər kəsin bir o sakitləşmə zamanı var, bir də üslubu var. O mümkün deyil, onun bir formulu yoxdur. Siz qeyd elədiniz ki, insanların, aktyorların təbiətinə uyğun olaraq, həminki əhvalına uyğun olaraq dünənki və bugünkü tamaşa tamam fərqli şəkildə ortaya çıxa bilər. Yox, tamam fərqli şəkildə ortaya çıxa bilməz. Aha. Ruh halına görə. Amma dünənki tamaşa bugünkü tamaşaya bənzəmir. Bəli. Daha doğrusu bugünkü tamaşa dünənki tamaşaya bənzəmir. Bənzərsiz olur. Hə, bənzəyir, amma o deyil. Bəli. Sadəcə bənzəyir. Mən yanlış cümlə bu. Yalnız bənzəyə bilər, amma o deyil. Tamamilə başqa ruh da ola bilər. Sən dünənkindən daha güclü, daha vurğulu oynaya bilirsən. Bilirsiniz, teatr dediyin bir məhkum iki faktordan ibarətdir. Aktyor və tamaşaçı. Bunların biri olmasa teatr yoxdur. Ona görə qarşında olan tamaşaçı, bayaq da söylədim ki, bir salonun, tamaşaçı salonunun bəlli bir dəqiqələrdən, saatdan sonra onlar birləşib bir ruh halinə gəlir. Əgər diqqətini toplayıb, o diqqət iplərini əlivə sərib, belə çəkib özünə bənd eləyə bilirsənsə, Vəhdəli vücud olur. o günkü adam dünkü adam deyil. Ağız benim ağzımdan vurup da Belki düzde mi? belki düz demirəm. Ne diyorsun sen? Hay belki sen beni kepçi değil savaş hesap ediyorsun. Belki sen beni özel yarattın. Dayan dayana. Bas dayana bana. Benim üstüme kışkırırsa. Gençlere başının üstüne kışkırırsa. Kız uşağının üstüne kışkırırsa. Lanet sana kör şeytan. Beni yaz kızımla ayakla verirsen. Derdi başıyla veremi. Sonra. 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 Ne dokun? Ne dokun? Cevap istemirsen. Cevap nedir? Sual vermişsen. Deyirəm tam. Hay? Cevap istemirsen. Ve benim istediğim nedir? Ha pardon. Ve ben cevap istemiyorum. Ne isteyeyim ben? Yaşa bey. Teatr kinodan fərqlidir təbii ki, çünki Çox. o an yaşanır və bitir. Çox. Amma mənə belə bir sual maraqlıdır ki, hər axşam olub bitəcəyini bildiyiniz bir şey yaratmaq necə bir hissdir? Yəni ki, bu müvəqqətiliklə necə barışır aktyorlar? Bu bir uyuşturucudur. Hər gün narkotik kimi bir şeydir. Amma alçaltmaq istəmirəm. O səni çəkər, o səni yaşadar. O başqa bir ruhdur. Səhnəyə çıxmaq başqa bir ruhdur. O önəmli deyil ki, sən aktyorsan, sən rejissorsan. Mən qoyduğum tamaşaları, istər Şəkidə olsun, istər musiqili komediya teatrında mən bir il yarıma yaxın baş rejissor işlədim. Ondan sonra öz xahişimlə oradan getdim. İstər Türkiyədəki tamaşalarım olsun, istər diplom tamaşaları olsun, istər qurduğum bələdiyyə teatrının tamaşaları olsun, tamaşa getdiyi gün mən zaldayam, tamaşaya baxaram. Əgər bir şey varsa, inkişafda falan da aktyorları toplaram, onlarla söhbət edərəm, deyərəm ki, falan yerdə başarmışıq gəlməyi, amma ondan sonra bu açılmalıdır. Xahiş edirəm, falan yerdə belə sabahki tamaşada, o biriki tamaşada bir yoxlayın, deneyin. Çünki tamaşa bir insan kimidir. O yaşayır, onun da həyatı var. Əgər sən onu bir söz yığınının təkrarına çevirərsənsə, onun ruhu olmaz. O tamaşalar çıxıb gedər, ölüb gedər. Amma sən onu yaşatmalısan. Çox maraqlıdır ki, mənim hazırladığım tamaşalar Türkiyənin şeylərinə görə, qaydalarına görə ölmədən repertuardan çıxdı. Bizim şeydə olsaydı, məsəl üçün qalardı. Mən xatırlayıram uzun zaman, mən artıq Türkiyədə idim.
səhnədə, musiqili teatrın səhnəsində, Tuzun səhnəsində uzun illər mənim tamaşalarım oynadı. Uzun illər. Yəni, musiqili teatrda 15 il falan oynadı tamaşa. Uşaq tamaşası vardı ya, oynayırdı. Bəli. Tamaşa yaşayır. Bir qədər söhbətimizin məcrasını dəyişdirmək istəyirəm. Sizin uşaqlıq illəriniz bizə və bizim tamaşaçılarımıza çox maraqlıdır. Çünki dediyim kimi çox ziyalı bir nəsildən gəlirsiniz. Sizin babanız, həmçinin ananız çox Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş insanlardır. Təbii ki, sizin ocağınıza da maraqlı insanlar yığışıb deyə düşünürük. Məşhur sənətkarlarla yəqin ki, bir yerdə keçib uşaqlıq illəriniz. Necə xatırlayırsınız o illəri? Çox gözəl xatırlayıram. Çox adamlar vardı. Bizim məsəl üçün mən uşaq ikən musiqili komediya teatrının kollektivi çox belə bir-biri ilə cana yaxın idi. Hətta rəhmətli mən Lütfəli dayı deyirəm, Bəşir əmi deyirəm, Minəvvər xanımı deyirəm, Minəvvər xala. Sonra Şəfiqə xanım idi, Şəfiqə. Nə bilim, Şəmsi müəllim. Zaman bir ara həftədə bir, ayda ən azından 2 dəfə birinin evinə yığılırdılar. Məsəl üçün, mən 2-3 dəfəsini xatırlayıram, belə çox olub da, amma xatırlayıram. Bir dəfə çox maraqlı oldu. Hansı tamaşa deyirsə, Qaynananın premyerasının 60-cı illəri idi. Biz hələ o 2 otaqlı, bax burada Cəfər Cabbarlıda, Cəfər Cabbarlı 18-də yaşayırdıq. O evdən hələ köçməmişdik. Yox, oradan köçmüşdük. Şeydə yaşayırdıq. İnşaatçılar prospektində yerimiz 583-cü kvartalda yaşayırdıq. Qaynanadan çıxdıq. Mən də premyerada idim, cavan idim. Şəmsi müəllim dedi ki, bu boyda dayı sən tamaşa hazırlamışsan sənin üçün. Oynamısan falan. Axşam sən bizi belə yola salacaqsan evə, biz heç nə eləməyəcəksən. Şəmsi müəllim də anamın bir xanım kimi, bir insan kimi mərifətini bilirdi. Anam dedi ki, nə istəyirsən? Dedi, mən istəyəni sən edə bilməzsən. Dedi, nə istəyirsən edə bilməm. Dedi ki, badamcan da olmasın. Qışın ortasında, indiki zaman deyil ki, insanlıq hansı meyvənin ha vaxt çıxacağını unudur. Çünki bizim xanımlar pomidor idi, badamcan idi, istiot idi. Bunları qışa hazırlıq edirdi, yağın içində saxlayan kimdən. Hanım dedi ki, mənə bir saat yarım vaxt verin, gəlin bizə. Vallahi bir şey söyleyeyim sizə. Evə gəldi, atamla anam o bankələri çıxartdılar. Şəmsi müəllim, Lütfəli əmi idi, yəni bir 10 nəfər adam. Qapını açanda Şəmsi dedi, bu nə idi, nəsib edirsən? Haçım necə dedi, hazırdı. Qiyməsi də hazır idi. Doldurdu içine, pişirdi. Badımcan, pomidor istiyotda olmaz. Qoydu, həmdə 3 bacı deyirlər. Qoydu ortalığa. Valla beləncə eksprompt görüşləri də olurdu. Məsəl üçün, hazırlanmış həftədə bir dəfə. Mən xatırlayıram Bəşir Səfəroğlu'nun evini. Balaca bir evi var idi. Heç unutmadığım bir oktava eksik bir kiçik piyanosu da var idi. Hardan tapışdı? Mən onu daha başqa adamın evində bu illər ərzində heç yerdə görmədim. Bir oktava yarımı eksik bir piyano. Balaca qoyurdu, özü də uzun adam idi. Otururdu, uşaq piyaninasına oxşayırdı o piyanina. Bir barmaq qəşəng çalırdı, zümzüm eləyirdi. Yoldaşı, qızı evdə hazırlamışdılar. Gəldi, yığışdıq, oturduq, yedik, şu balaca evində. Güldük, danışdıq. Ondan sonra
Lütfü Ələmigildə, Şəfiqə xanımgildə, bizim evdə münasibətlər çox gözəl idi. Ondan başqa evimizdə çox maraqlı insanlar olub. Yazıçılar olub, dramaturqlar olub, Nəsibə xanımla işləməyə gəliblər. Atamın yoldaşları, dostları olub. Atam musiqi sənətində çox təvazökar bir insan idi. Bugün açıq söyləyeyim sizə, məsəl üçün, Azərbaycanın kəmança ustalarının hardasa hamısı atamın o dərslərindən keçəndi. Rəhməti Ədaləti deyim, Mir Nazimi deyim, Cəbrayili deyim. Yəni, bütün ünlü kəmançaçılar hamısı atamın, hardasa çoxsa, hətta Şəfiqə xanım, bizim çox gözəl sənətkarımız, hər zaman mənim özümə də deyib ki, mütəllim müəllimi mən öz müəllimim hesab edirəm. O gənc bir müəllim idi, Uçilişyada, yəni bu Asəf Zeynallıda. Atam dərs deyəndə deyir, boş vaxtım olanda qaçıb gelib otururdum onun dərsində, qulaq asırdım ki, necə dərs verir. Ona görə mən onu müəllimim kimi qəbul edirəm, Allah can sağlığı versin ona da. Evə gələn adamlar vardı, dostları var idi. Əhsən əmi, Əhsən Dadaşov idi. Var hamısı. Əlikram müəllim idi. Həbib Bayramov idi. Hətta qəribə bir şeyini paylaşımsa, atam 94-də rəhmətə getdi qəflətən. Dostlar falanlar gələr kişi məclisində, göz yaşarar. Amma atamın 40-ında onun sənət dostlarının 40-ında hönkür-hönkür ağladığını gördüm mən. Baxın, bir var göz açır, göz yaş axır. Həbib, Əlikram Hüseynov, Həbib Bayramov. Həbib bir-iki nəfər də başqa o məclisdə geldim, gördüm, göz yaş dökülür. Yaxınlaşdım, Allah təala rəhmət eləsin gözünü silin. Yəni, o qədər münasibətlər. Atam çox mütəvazı idi və ona deyirdim ki, ay baba, bax, hamı çalır. Sən niyə çıxırsan səhnəyə? Bu qədər bilirsən. Mən bir şey bilirəm ki, atamın çağrıgahını heç kim çala bilmədi. Və elə bir zaman idi ki, kasetlərdə var da itirmişik kaseti. Evdə tək oturub çalırdı. Gəlirdim evə, qapını açırdım, gördüm kamançanı qoy, gəl çörəyimizi yiyəydi. Mənim yanımda çalmaqdan çəkinirdi. Gizlin qulaq asırdı ona. Yəni, bir şey bilirəm, mən biraz çala bilmirəm, amma anlaram eşidənim müqamla. Atamın çağrıgahını kimsə çalmadı. Tələbələr də bilir. Yaxşı çalırdı. Gözəl. Deyirəm ki, niyə çalmırsan? Saçım başım ağarım. Dedim, nə fərqi var? Sənin o ağıl səhnədə yox, hər şeyin zamanı var. Mənim hamısı başını rəhliydi. Mən rəhliyə bilmirəm. Ayıbdır dedi. Çox qəribə bir şey var. Bu yaxında da bu il 100 yaşı olur onun. Yəni, tələbələri xatırlarsa, heç olmasa məzarını ziyarət edərlər. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Səmimi xatirələrinizi bölüşdüyünüz üçün təşəkkür edirəm sizə. Amma bir balaca da sizdən o xatirələri oğurlamaq istəyərdim. Şəxsən özümə də çox maraqlıdır. Nəsibə xanımla eyni evdə yaşamaq mən təsəvvür edə bilmirəm. Çünki gülüş ustası ilə bir evdə yaşamışam. O sizin üçün gülüş ustası idi. O mənim üçün, məsəl üçün, məşqdən sonra məni danlayan. Yəni, o uzurpator idi. Ayağı düz atırdın, filan atırdın. Yəni, xatırlayıram Fatın Ərən. Fatın Ərən Azərbaycandakı birinci Türk Böyük Elçiliyinin baş konsulusu idi. Yəni, şeylər gəlib gedər. Elçilər gəlib gedər, səfirlər gəlib gedər, amma konsullar uzun zaman qala bilir. Fatın bəy, mənim 40 yaşım oldu, 40 yaşım tamam oldu.
Akif dayının bağında ki Akif Novruzov da, Mütəllib Novruzov kimi biri Tar, biri Kamal idi. Onlar dost idilər, əmioğlu idilər. Akif dayının bağında yığışdıq. Mənim 40 yaşımı qeyd edildilər. Yəni, onlar qeyd edildilər. Mən başqa yerdə, məsəl üçün, geniş eləmədim ki, atamın rəhmətə gedən ili idi. 94. Anamla ilk dəfə, Fatın da bizim dostumuz idi. Niyə? Yoldaşım Elnara onun evladına piyano dərsi demişdi. Gəlmişdi, ha, sənin yoldaşın piyano dərsi deyil, beləncə bir şəkildə piyano dərsi demişdi. Demək, anamla bir süfrə arxasında söhbət elədilər, sonra çay gəldi, uzun söhbət oldu Fatın. Qalxdı, kənara keçdi, söhbətin bir arasında. Dedi, Cihangir, bu bir tam Osmanlı qadını. Sən bunu nasıl çəkirsən? Sənə tərbiyən verən bu insandırsa, sən başqa adam olmalısın. Tam bir Osmanlı qadını. Nəsibə xanım bayırda, kənarda üzü gülərli ilə şey eləyərdi, amma eve gələrdi, filan şeyi düz eləmədi. Bir daha görməyim deyərdi. Sənə yaraşmaz falan. Hər zaman kontroldə idi. Bəlkə də ona görə bugün belə bir şəkildə böyümüşəm. Və yaş gəldikcə, yaşı dolduqca səhvləri affetmirəm. Bağışlaya bilmirəm. Bayaq birinci sualınız Bakını necə görürsünüz hər gəlişinizdə? Hər gəlişimdə görən səhvləri qəlb ağrısı ilə qarşılayıram. Mən daha üstün bir şəkildə xalqımı görmək istəyirəm. Hamısına bənzəyim. Çünki biz başqayıq. İstedadı bizə Allah başqa bir cür verib, ağlı başqa cür verib. İlber Ortaylı'nın gözəl bir sözü var. Zarafatla dedi. Anam deyərdi ki, Azərbaycanlılardır, Türklərin Yahudisidir. O, zarafatın içində böyük məna var. Yəni, Yahudi məntiq və ağıl sahibi olan bir millətdir. Ki, rəhmətli ilə də tanışdıq. Bilməsəydin, Allah rəhmət eləsin. 2-3 kəs görüşmüşdük. O, İstanbulda mən Adana'da olduğuma görə, amma mən də İstanbulda yaşamış olsaydım, elə bilirəm tez-tez görüşərdik. Çox dəyərli bir insan idi, Azərbaycanı sevən bir insan. Hatta qovum ağrabəsi də varmış burada. Allah rəhmət eləsin. Ona görə də mən daha həssas olduğuma görə Azərbaycanı başqa cür görmək istərdim. Yəni, bilirsiniz, bir şey söyleyeyim sizə. Bütün Türk dünyasına diqqət edirsənsə, baxırsansa, hamısı parçalanmış. Və 100 il bundan əvvəl ilk Türkoloji Kongre Azərbaycanda olub. Və hamısı da repressiya oldu. Bu il mən də dəvət olunmuşdum Türkoloji Kongresinin 100 illik kongresində, daha doğrusu toplantısında bir nəfərdən deyil, bir neçə nəfərdən, ayrı-ayrı adamlardan, tarixi bilən adamlardan espri deyirlər Türklər, zarafat duydum ki, görəsən bizim başımızın oyun getirəcəklər. Yəni ki, o zaman deyil. Baxın, o kongre Azərbaycanda olub, birinci kongre. Bugün Turan proyektinin başında Azərbaycan deyir, bizim hörmətli prezidentimiz durur. Bu düşüncəyi yaradan, bu düşüncəyi Umuri Türkü Cumhuriyyətləri aşılayan, onları oyandırmağa sevq edən fikri Azərbaycandan, bizim prezidentimizdən gəlir, hörmətli İlham Əliyevdən. Bu başqa bir şeydir. Azərbaycan Türklüyün bir mərkəzi döyünən qəlbi. Mən elə bilirəm. Ona görə də Hüseyin Cavidin
əsərində boş söz deyil. Biz mədəniyyətimizlə, musiqimizlə, tariximizlə, ədəbiyyatımızla, teatrımızla, filmlərimizlə onlara örnek olmalıyıq. Ona görə də mədəniyyətimizə çox fikir verilməlidir. Mən bir şey söyləmək istəyirəm. Bəzən deyirlər ki, mədəniyyətə pul az ayrılıb məndən nə ola bilir. Amma bir hadisəni danışmaq istəyirəm. Mən onu borc bildiyim üçün danışıram. Winston Churchill 42 ya 43-cü ildə müharibənin ortasında illik bütçə sənədi getirilir önünə. Baxır ki, hansı sahəyə dönür, deyir ki, nədən mədəniyyətə pul az ayrılıb? Ona deyirlər ki, müharibə vaxtıdır. Bizim bütçetimiz, yəni, deyir, biz mədəniyyətə deyir, pul ayırmayacaq, diqqət ayırmayacaq. O zaman niyə müharibə aparır? Biz müharibəni mədəniyyətimizin uğruna aparırıq. Sadəcə gəlib o yerləri almırlar, o şəhərləri dağıtmırlar. O şəhərlər yenidən cismən tikilə bilir. Amma içində yaşayan insanlar başqa mədəniyyətə, başqa şuura, başqa fəlsəfi şeylərə artıq aid olur. Ona görə bugünkü mədəniyyətimizi qorumaq üçün ona çox özəllə yaxınlaşmalıyıq. Sizin müsahibələrinizdə qeyd etdiyiniz bir fikir var, sitat gətirmək istəyirəm. Sözünün eşidilmədiyi yerdə yerini dəyişməlisən, sözünü yox. Sözünü dəyişməmək üçün coğrafiyanı dəyişmək sizcə bir sənətkara nə qazandırır və nə itirməyinə səbəb olur? İnsan hər getdiyi yerdən bir şey öyrənir, qızım. Amma əgər sənətkar sənətkardırsa, kalitəli adamdırsa, getdiyi yer qazanır. Sənətkar fikir adamı nə deməkdir? Hər adam dönüb, məsələn, İlber Ortaylı'na söylüyor. Mən nə qədər oxusam, İlber Ortaylı olmam. İlber Ortaylı nə qədər sənətlə məşğul olsa, Cahangir olmaz. Fərqli şeylərdir. Devlət ərkanında dəyər vermə mərcəyində olan insanlar bir insanın içərisində olan düşüncə tərzinin öz məsləyini, öz sənətini istifadə etmə yöntəminin bu millətə xeyri olub olmadığını düşünməlidirlər. Mənim ondan xoşum gəlir, xoşum gəlmir kimi deyil. Bu devlətçilik düşüncəsidir. Mədəniyyəti olan, yaxınlaşan devlətçilik düşüncəsidir. Belə düşüncədən yoxsun olan insanlar xeyirdən çox zərər verir. Aydındır. Belə bir sual ünvanlamaq istəyirəm sizə ki, Türkiyədə yaşayan Cahangir Novruzovla Bakıdakı Cahangir Novruzov arasında necə bir fərq görürsünüz? Özünüzü müşahidə edəndə. Mən Türkiyədə Cahangir Novruzov olaraq Azərbaycanlı olduğuma görə fəxr edirəm. Azərbaycana gəldiyimdə bir çox əksiklikləri görəndə ürəyim sınan Cahangir olur. Bu qədər istedada, bu qədər gözəl təfəkkürə sahib olan bir millətin hər zaman inkişafını görmək istəyirəm və inkişafı olmalıdır. Cahangir bəy, bəs bu sahədə olan insanlara, ümumiyyətlə bu sahənin inkişafı ilə bağlı nə demək istəyirsiniz? Deyirsiniz ki, ürək ağrısı ilə bəzi problemləri görürəm. Elə teatrımız olsun, kinomuz olsun, böyük bir sənətkar kimi də deyə bilərsiniz. Mədəniyyətə, mədəniyyəti olan insanlar xidmət eləməlidir. Sadə münasibətlər qura bilməyən və bunun üçün mədəniyyəti olmayan insanlar mədəniyyət sistemində çalışmamalıdır. Bu da bir ayrı söhbətdir, uzun söhbətdir. Azərbaycan mədəniyyətlə məşğul oluruq. Azərbaycanlı məsəl üçün keyfiyyətini bu sahədə yerə düşürən bir daha çox qəribə bir şey var. Dünən məsəl üçün görüşdüyüm adamların çəkimə gəlmiş bir qrup adam vardı. Birinin ağzından belə bir şey çıxdı.
Deyirəm, falan şeyi düzgün eləmirsiniz də, belə olmaz. Deyəcəm ki, mən sizlərə o biriləri görməz. Ən yaxşısı bizik. Bu adamı yıxar. Mənə deyir ki, mən qırmızı diplomla qurtarmışam. Mən də ona dedim ki, hani? Evdə. Dedim, qırmızı diplomun evdədir. Özün buradasan. Səni o qırmızı diplom deyil. Özünün davranışı, özünün işləməyi, özünün mədəniyyəti, özünün iş qurma, organizə etmə etiyin sənin mədəniyyətini ortaya çıxarır. Bunlara diqqət eləmək lazım. Özəlliklə mediadır, sənətdir, televiziyadır. Bəli. Son olaraq, əgər sizə bir monoloq haqqı verilsəydi, dünyaya və özünüzə nə pıçıldayardınız, nə demək istəyərdiniz? Monoloq çox vaxtınız var. Sizə həmişə vaxtımız var. Buyurun. Mənim hələ dediklərimi bir araya toplasız bir monoloqdur. Mən heç bir zaman media ilə görüşəndə özümü göstərmək istəməmişim. Bunu mənim şeylərimdən də çəkildiyim videolarda da görmürsünüz. Mən burada bir şeyi bilirəm. Nəsibə xanımın qaynanada bir sözü var. Bundan sonra demərəm sənə ayağın yandı, çəkil dala. Mən orada ateşin olduğunu gördüyüm için ayağın yanar, çekil geri demək istəyirəm. Mənim bütün şeylərimi toplasaz, hamısı bir monoloqdur. Amma tiyatr haqqında, tiyatrın şeyi haqqında, önemi haqqında Garcia Lorca'nın bir yazısı var. Tiyatr bir barometr kimi. Bir milletin halını, əhvalını, mədəni, kültür səviyyəsini göstərə biləcək bir barometr kimi bir şeydir. Bununla başlayan bir onun yazısı var. Onu oxumalarını tövsiyə edirəm. Hesab eləsinlər ki, o monoloq mənimdir. Təşəkkür edirəm. Mən təşəkkür Gəldiyiniz üçün. Biz bəxtiyar elədiniz. Həqiqətən də sizinlə danışmaq, söhbətləşmək bizə də çox xoş oldu, tamaşaçılarımıza da. Çox təşəkkür edirəm. Təşəkkür Çox təşəkkür edirəm.